Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Qəbələdə boğaz nahiyəsindən cərrahi əməliyyat edilmiş 16 yaşlı Məlikə Məmmədovanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Xəbər verilir ki, Qəbələ rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinin həkimi Elçin Mahmudov barəsində ittiham edici hökm çıxarılıb. Qəbələ rayon məhkəməsinin hökmü ilə o 3 il müddəti azadlıqdan məhrum edilib. Bundan başqa Mahmudovun 1 il 6 ay tibbi fəaliyyət göstərməsi də qadağan edilib. Hökmlə onun cəzasının məntəqə tibbi müəssisədə çəkməsi qeyd edilib. Qeyd edək ki, ötən ilin iyununda 2009-cu il təvəllüdlü Məlikə Məmmədova Qəbələ rayon mərkəzi xəstəxanasına boğaz əməliyyatı üçün müraciət edib. Üzərində tonzillektomiya əməliyyatı icra olunan yeniyetmə 3 gün sonra kəskin qanaxma səbəbindən xəstəxanada dünyasını dəyişib. Bu ilin yanvarında isə həkim barəsində Cinayət Məcəlləsinin 314.2 səhlənkarlıq ölümü nəticələndikdə maddəsi ilə iş açılıb.